Salam, hörmətli abituriyentlər. Hər vaxtınız xeyir. Bu videomuzda sizlərə Rusiyanın, Osmanlı dövlətinin və Şimali Qafqazın 19-cu əsr və 20-ci əsrin əvvəllərindəki dövrünü, izahını verəcəyik. İlk öncə Rusiyanın 19-cu əsrin əvvəllərində saray çevrilişi nəticəsində 1-ci Pavelin öldürülməsindən sonra taxta keçmiş Çar 1-ci Aleksandr haqqında danışaq. Çar 1-ci Aleksandr 1801-1825-ci illərdə hakimiyyətdə olur. Saray çevrilişi nəticəsində hakimiyyətə gəlir və 1-ci Aleksandrın hakimiyyəti dövründə 1801-25-ci illərdə azad taxılçılar haqqında qanun verilir. Azad taxılçılar haqqında fərmanda deyilirdi ki, kəndli məsələsindəki gərginliyi zəiflətmək məqsədi ilə mülkədar əgər istəyərsə, öz arzusuna uyğun olaraq kəndlidən ödənc alıb, pul alaraq kəndlini torpaqla bir yerdə azad eləyə bilər. Artıq azad taxılçılar adlı qanunun verilməsi, fərmanın çıxarılması sübut etmiş olur ki, Rusiyada xalq arasında inam yaranır ki, gələcəkdə nə vaxtsa təhkimçiliyin ləğv edilməsinə şərait yarana bilər. Və Çar 1-ci Aleksandr məşvərətçi orqan olan Dövlət Şurasını 1810-cu ildə formalaşdırır. 1-ci Pyotrun yaratdığı həmin o kollegiyalar ki var idi idarəçilikdə, idarə sistemində, həmin o kollegiyaların əvəzinə Avropa nümunəsində nazirliklər yaradır. Biz Osmanlı dövlətinin içərisində Sultan II. Mahmuddan danışarkən orada da Avropa nümunəsində nazirliklərin meydana gələcəyini görəcəyik. Çar 1-ci Aleksandr və demək Sultan II. Mahmud üçün bu oxşar cəhət hesab edilə bilər. Və 1-ci Aleksandrın hakimiyyəti dövründə mətbuat üzərindəki nəzarət, senzura yumşalır, təhsilə diqqət artırılır. 1-ci Aleksandr sonralar istibdad rejimi qurmağa başlayır. Nədir istibdad rejimi? Özbaşılığa və zorakılığa əsaslanan sistem. 1-ci Aleksandrın xarici siyasətində əsas məsələ Qacarlarla 1804-13-cü illərdə 1-ci Rus-Qacar müharibəsi və Osmanlı ilə 1806-12-ci illər arasında müharibə olur. Və Osmanlı ilə müharibə nəticəsində indiki Moldova ərazisi Bessarabiya, demək, Buxarest müqaviləsinə əsasən Çar 1-ci Aleksandrın hakimiyyəti dövründə Rusiyaya verilir və Çar 1-ci Aleksandr əvvəlki dərsdə də qeyd etdiyimiz kimi Fransa ilə İngiltərəyə qarşı kontinental blokadaya qoşulmaq barədə və həmçinin Fransanın Qərbi Avropadakı Napoleonun işğallarını tanımaq barədə Tilsit sülhünü imzalayır. Həmçinin Fransa ilə də müharibə aparılır Çar 1-ci Aleksandrın hakimiyyəti dövründə Borodino döyüşündə Moskvanın Napoleon qoşunları tərəfindən tutulmasına imkan verilmir və İsveçlə aparılmış müharibə nəticəsində isə Finlandiya tutulur. Yadımıza salırıq ki, Rus çarlarından biri olan 1-ci Pyotr İsveçlə şimal müharibəsini aparmışdı. Çar 1-ci Aleksandr və 1-ci Pyotr üçün bu da oxşar cəhət sayıla bilər. Çar 1-ci Aleksandrın vəfat etməsindən sonra demək hakimiyyətə 1825-ci ildən 55-ci ilə qədər Çar 1-ci Nikolay gəlir. Nikolayın hakimiyyəti günü, yəni taxta çıxdığı gün and içmə mərasimində 1825-ci il dekabr ayının 14-də Dekabristlər adlı üsyan baş verir və istibdad rejiminə, həyat şəraitinə, konstitusiyanın qəbul edilməsinə, çarizmin devrilməsinə, təhkimçiliyə qarşı tələblər irəli sürmüş dekabristlər üsyanı 1-ci Nikolay tərəfindən yatırılır və dekabristlər üsyanı Rusiyada əslində inqilabi hərəkatın əsasını qoymuş olur, başlanğıcını qoymuş olur. 1-ci Nikolay bu üsyanını yatırdıqdan sonra bürokratiya sistemi bərqərar eləyir, təhsilə nəzarəti artırır, senzuranın tətbiqini gücləndirir 1-ci Aleksandrdan fərqli olaraq və Avropaya elm xadimlərinin getməsinə qadağalar tətbiq eləyir və deyilir ki, ölkədə yalnız varlı uşaqları orta təhsil ala bilər. Başqasının təhsil almasına icazə verilmir. Bu da təbii ki, Rusiyadakı mövcud rejim, ictimai vəziyyəti, hökmdarların mövcud demək siyasi rejimin saxlamaq istədiyi təqdirdə formalaşdırmaq istəyirlər. Yəni belə deyək ki, ölkənin dəyişikliyinə qarşı çıxmaq üçün Çar 1-ci Nikolay sərt rejim tətbiq eləyir. Və 1848-ci ildə Avropada baş verən inqilabları yatırmaqda üstünlük və fəallıq göstərdiyinə görə Rusiya Avropanın jandarmı deyilməyə başlanılır. Həmçinin Rusiyanın necə ki 18-ci əsrdə Yaxın Şərq və Osmanlı dövləti ərazisinin bölüşdürülməsi uğrunda apardığı siyasət kimi var idi, Şərq məsələsi. Həmin o Şərq məsələsi yenə də 19-cu əsrdə Rusiyanın xarici siyasətində əsas məsələdir. Lakin bu Şərq məsələsi tam şəkildə reallaşdırıla bilinmir. Şərq məsələsinin yadımıza salsaq xatırlayarıq ki, 18-ci əsrdə tərkib hissəsi olan Yunan layihəsi deyilən layihə də var idi. Və 1-ci Nikolayın hakimiyyəti dövründə Osmanlı ilə Fələstindəki müqəddəs yerlərin əldə olunması uğrunda Krım müharibəsi başlayır 1853-56-cı illərdə. Fələstində xristianlar üçün müqəddəs yerlərin demək uğrunda gedən müharibə bəhanəsi Krım müharibəsinin başlanmasının səbəbidir. Rusiya əvvəllər üstün olur, lakin sonradan İngiltərədir, Fransadır, Sardiniya kimi dövlətlərin Osmanlıya dəstək verməsinin nəticəsində
Demək, Rusiya müharibədə məğlubiyyətə uğrayır və 1854-cü ildə Almasay döyüşündə müttəfiqlər İngiltərə, Osmanlı, Fransa və Sardiniya dövlətlərinin hər biri rusları hamısı birləşərək məğlub eləyirlər və Krım müharibəsi yeganə müharibə idi ki, Osmanlı ilk dəfə bu müharibədə xarici dövlətdən borc almağa məcbur olmuşdu. Rusiya texniki gerilik səbəbindən məğlub olur müharibədə və 1-ci Nikolay 1855-ci ildə vəfat edir. Yerinə 2-ci Aleksandr gəlir. 2-ci Aleksandrın dövründə Paris sülhünün imzalanması ilə 1856-cı il 30 mart tarixində Krım müharibəsi başa çatır və Krım müharibəsində Rusiya məğlub olur. Paris sülhündə deyilir ki, Osmanlı ərazi bütövlüyü təmin edilir. Qaradəniz bütün ölkələrin ticarət gəmiləri üçün açıq elan olunur. Rusiya Kiçik Qaynarca və Yassi müqavilələrinə əsasən Qaradənizdə əldə saxladığı üstünlüyü, yəni donanma saxlamaq hüququndan məhrum edilir. Həmçinin Osmanlı ərazisində yaşayan xristianlar üzərindəki himayə hüququnu da itirmişdi. Paris sülhündə Rusiyanın Qaradənizdə donanma saxlamaq hüququnu itirməsi onun sonralar 1871-ci ildə Londonda həyata keçirilən konfrans nəticəsində Qaradənizdə donanma saxlamaq hüququnu bərpa etməsi ilə nəticələnir. 1877-78-ci illərdə isə Rusiya ilə Osmanlı arasında yenidən müharibə baş verir. Bu müharibənin baş verməsinin səbəbi nədir? Rusiya yenə də Balkanlarda təsir dairəsini gücləndirmək üçün müharibəyə girişir Osmanlı ilə və Rusiya bu müharibədə qalib olur. Osmanlı ilə arasında San Stefano Yaşılçöy müqaviləsi imzalanır. Təbii ki, San Stefano müqaviləsi Rusiyanın Osmanlı üzərində, Osmanlının hakimlik etdiyi Balkan yarımadası ölkələri üzərində təsirini genişləndirdiyinə görə Avropa dövlətləri Rusiyanın Balkan yarımadasında təsirini azaltmaq üçün San Stefano müqaviləsini razılaşmırlar və deyirlər ki, yeni bir konqres keçirilməlidir. Birazdan biz bu konqres haqqında, Berlin konqresi haqqında məlumat verəcəyik. Təbii ki, Qafqaz bölgəsində vəziyyət necədir? 1859-cu ildə Şeyx Şamil ruslara qarşı mübarizəni dayandırır və Qafqaz müharibəsi 1864-cü ildə bütün Qafqazın, yəni Şimali Qafqazın da işğalı ilə bütün Qafqazın Rusiya tərəfindən demək tutulması prosesini başa çatdırır. 19-cu əsrin ikinci yarısında Mərkəzi Asiya bölgəsində Kokand Xivə, Buxara kimi xanlıqlar da, əmirliklər də işğal edilir və 1895-ci ildə də Mərkəzi Asiyanın Rusiya tərəfindən işğalı başa çatdırılır. Mərkəzi Asiyanın Rusiya tərəfindən işğalı başa çatdırılarkən Rusiyada çar taxtında 2-ci Nikolay əyləşirdi. 1894-cü ildə hakimiyyətə gəlmişdi. Çar 2-ci Aleksandr isə 1855-81-ci illərdə hakimiyyətdə olub. Onun dövründə əsasən Rusiyada burjuaziya islahatları həyata keçirilir, kapitalizm yolunda inkişaf gedir və kəndli islahatı 1861-ci ildə həyata keçirilir. Yadımıza salırıq, Azərbaycanda kəndli islahatı 1870-ci ildə həyata keçirilmişdi. Kəndli islahatının ən mütərəqqi cəhəti odur ki, təhkimçilik Rusiyada ləğv edilir, amma Azərbaycanda təhkimçilik yox idi, sadəcə asılılıq sistemi mövcud idi. Təhkimçiliyin ləğv edildiyi və kəndlilərin vətəndaşlıq hüququ aldığı kəndli islahatına əsasən kəndlilər, yəni vətəndaşlar daşına bilən, daşına bilməyən əmlaka sahib ola bilirlər artıq. Həmçinin dövlət artıq kəndliyə yardım edir ki, kəndli torpağı feodaldan ala bilsin. Həmçinin həmin torpağın pulunu da dövlət kəndliyə ödənci olaraq verir. Kəndli də dövlətə 49 il müddətində faizi ilə bir yerdə geri qaytarmalıdır. Təbii ki, torpağı alan və borcu qaytarmaq imkanı olmayan kəndlilər 1881-ci ilə qədər Rusiyada müvəqqəti mükəlləfiyyətli vəziyyətdə qalırlar. Biz əgər xatırlasaq ki, Azərbaycan tarixində qeyd etmişdik ki, 1870-ci il kəndli islahatından sonra 1912-ci il 20 dekabr tarixində Cənubi Qafqazda torpaqların məcburi surətdə satın alınması haqqında əsasnaməyə qədər Azərbaycanda 42 il müddətində kəndlilər müvəqqəti mükəlləfiyyətli vəziyyətdə qalıb, Rusiyada isə cəmi 20 il müddətində müvəqqəti mükəlləfiyyətli vəziyyətdə qalmışdılar kəndlilər. Həmçinin burada deyilirdi ki, şəxsən azad olunan kəndlilər torpağı ala bilər və təhkimçiliyin ləğv edilməsi əslində Rusiyada kapitalizm münasibətlərinin inkişafının demək təkan verir, imkanını yaradır. Çar 3-cü Aleksandrın hakimiyyəti dövrü isə 1881-94-cü illərdə başlamışdı. Onun hakimiyyəti dövründə Xalqlar Həbsxanası adlandırılırdı Rusiya. Demək, biz əlavədən Çar 2-ci Aleksandrın dövründə müvəqqəti mükəlləfiyyətli vəziyyətin yarandığını, həmçinin 1864-cü ildə Zemstvo idarələrinə seçkilərin keçirildiyini, seçkili hakimiyyət orqanlarının Zemstvo idarələrinin yaradıldığını qeyd edə bilərik və qeyd edək ki, Cənubi Qafqazda Rusiyanın özündə həyata keçirilən islahatlardan bircə Zemstvo islahatı tətbiq edilməmişdi. Zemstvo islahatına əsasən Zemstvo idarələri əsasən təsərrüfat və mədəniyyət işləri ilə məşğul olmalı idilər. Məhkəmə islahatı isə 1864-cü ildə həyata keçirilir. Yadımıza salsaq, Azərbaycanda məhkəmə islahatının Çarizm tərəfindən 1866-cı ildə həyata keçirildiyini xatırlaya bilərik. Məhkəmələrin artıq müstəqil
müstəqilliyi bərpa edilir 1864 islahatına əsasən və deyilir ki, məhkəmələr açıq şəkildə həyata keçirilməlidir, andlı iclasçılar tərəfindən iş aparılmalıdır. Yadımıza salaq, Azərbaycanda məhkəmə islahatı zamanı andlı iclasçılar məhkəməsi tətbiq edilməmişdir. Və 1864-cü il məhkəmə islahatından sonra ən mütərəqqi islahatlardan biri şəhər islahatıdır. Şəhər özünün idarə orqanları olan şəhər dumaları yaradılır. Xatırlayırıqsa, Azərbaycanda 1878-ci ildə şəhər dumaları fəaliyyətə başlamışdı. Hərbi islahat isə 1874-cü ildə həyata keçirilir və deyilir ki, Pyotrun dövründə tətbiq edilmiş rekrut toplanması qaydası artıq ümumi hərbi mükəlləfiyyət və ümumi əsgər yığımı ilə əvəz olunur. Həmçinin buradakı hərbi islahatda o vardır ki, hərbi xidmət müddəti hər bir xidmətə gəlmiş şəxs üçün azaldılır. Azərbaycandan isə xatırlayırıqsa 1887-ci ildən çarizm Azərbaycanlılardan hərbi vergi almağa başlamışdı. Bunun səbəbi nə idi? Çünki çarizm Azərbaycanlıların müsəlman kəndlilərinə güvənmirdi. Güvənməməsinin səbəbi o idi ki, müharibə və döyüş zamanı xəyanətdən şübhələnirdilər və Azərbaycanlıların demək hərb işini bilməsini istəmirdilər. Ona görə də müsəlman kəndlərindən hərbi vergi alırdılar. Əvəzində isə ali müsəlman silkinin, yəni Azərbaycanlı ağa və bəylərin, varlı uşaqların övladlarını hərbi xidmətə aparırdılar. Və Rusiyada Dövlət Bankı da yaradılmış olur 2-ci Aleksandrın hakimiyyəti dövründə. 2-ci Aleksandr nisbi əks istibdad rejimi qurur, yəni ölkədə nisbətən mətbuat üzərində nəzarəti qismən ləğv eləyir, təhsildəki məhdudiyyətləri ləğv eləyir, universitetlərə demək muxtariyyət verir, universitetlərə daxili azadlıq verir. 3-cü Aleksandrın hakimiyyəti dövründə isə Rusiyanın Xalqlar Həbsxanası adlandırılmasının səbəbi odur ki, 3-cü Aleksandr demək qeyri-rus millətlərə qarşı mürtəzə siyasət yeridirdi. Yəni qeyri-rus millətlər sıxışdırılırdı. Buna görə də Rusiya Xalqlar Həbsxanası deyilməyə başlanılır. Çar 2-ci Nikolayın hakimiyyəti dövrü isə 1894-cü ildən 1917-ci ilə qədər davam edir. Romanovlar sülaləsinin sonuncu hökmdarı olan Çar 2-ci Nikolayın dövründə ölkə Rus-Yapon müharibəsində məğlub olur 1945-ci illərdə və Rusiyanın bu müharibədə məğlub olması inqilabi xarakterik ölkədə inqilabi xarakteri qızışdırır. Demək olar ki, burja inqilabı baş verir 1905-7-ci illərdə. Birinci Rus burja demokratik inqilabı və Çar 2-ci Nikolay həmçinin əhaliyə Azərbaycan tarixindən qeyd etdiyimiz hissələr ki var idi. 1905-ci ilin oktyabrında söz, mətbuat, vicdan azadlıqları falan verir. Burada təbii ki, məhdud qanunverici orqanlar olan dumalara seçkilər keçirilir 1906-cı ildə. Dumalar haqqında qanun 1905-ci ildə verilir. Seçkilər 1906-cı ildə həyata keçirilir. Biz Azərbaycan tarixində demək Şimali Azərbaycan 20-ci əsrin əvvəlləri mövzusunu danışarkən orada 4 dövlət duması və seçilmiş Azərbaycanlı deputatlar, müsəlman deputatlar haqqında ətraflı məlumat vermişdik. Hansı ki, 2-ci Nikolayın hakimiyyəti dövründə 1906-cı ildə Pyotr Stolipin adlı şəxs baş nazir təyin edilir və Pyotr Stolipin 1910-cu ildə aqrar islahat həyata keçirir. Aqrar islahatda nə deyilirdi? Deyilirdi ki, indiyə qədər kəndlilər icma torpaqlarını tərk etmək və hər biri öz şəxsi torpağına sahib olmaq istəyirdilər. İndi isə biz bu sistemi yaradırıq. Kəndlilər icmalardan çıxsınlar, icmalar ləğv edilsin. Əgər hər hansı bir kəndli icmadan çıxmaq istəmirsə, onda demək Sibirə, Mərkəzi Asiya və Cənubi Qafqaza köçməlidirlər və aqrar islahatların nəticəsində kəndlərdə təbəqələşmə sürətlənmiş olur. Şimali Qafqaz haqqında danışsaq, biz Şimali Qafqazın 19-cu əsrinə baxarkən əsasən burada Rusiya qarşı yenə də azadlıq mübarizəsini görürük 19-cu əsrdə olduğu kimi. Onu da qeyd etmək lazımdır ki, Şimali Qafqaz xalqlarının Rusiyaya qarşı azadlıq mübarizəsi 1817-ci ildən başlayır. Qafqaz müharibəsi deyilən müharibə ilə, yəni daha çox geniş vüsət alır. Rusiyanın Qafqazın bütövlükdə işğalına başa çatdırmaq istəməsinə qarşı çıxan demək Şimali Qafqaz xalqları müridizm bayrağı altında, müridizm Rusiya müstəmləkəçilik siyasətinə qarşı Şimali Qafqazdakı azadlıq hərəkatı belə adlandırılırdı. Müridizm bayrağı altında və Şeyx Şamilin başçılığı altında mübarizəyə qalxır dağlıq xalqları. 1834-cü ildən 59-cu ilə qədər Şeyx Şamil Qafqaz müharibəsində müridizmə rəhbərlik eləyir və Şeyx Şamilin ruslardan azad edərək özünün hakimiyyəti altında cəmləşdirdiyi torpaqlarda demək imamət
dövləti formalaşdırılır. İmamət dövlətinin formalaşdırılması ilə Şeyx Şamil 1859-cu ilə qədər mübarizə aparır, lakin 1859-cu ildə qüvvələrin tükənməsi səbəbindən Rusiya ilə mübarizəni dayandırır və 1864-cü ildə Rusiya bütün Qafqazın işğal edilməsini başa çatdırmış olur. Və Osmanlı dövləti əsasən 19-cu əsrin əvvəllərində Balkan xalqlarının azadlıq mübarizəsi ilə tanınır və məşhurdur. Əslində Osmanlı dövlətində 19-cu əsrin əvvəllərində Avropada gedən Napoleon müharibələrindən sonra Osmanlı Napoleonun işğalçılıq siyasətinə qarşı Rusiya ilə yaxınlaşmışdı. Ancaq demək sonradan Moldova və Valaxiya bölgəsində Rusiyanın demək Valaxiyada Rumıniyanın ərazi vahidlərindən biri idi. Rusiyanın Moldova və Valaxiya bölgəsinə iddia irəli sürməsi, yəni o bölgələri ələ keçirtməyə çalışması səbəb olur ki, Osmanlı gedir Fransa ilə yaxınlaşır. Hətta Fransa ilə yaxınlığın nəticəsində Krım ərazisini Osmanlı özünə geri qaytarmağa çalışır, amma bu proses baş tutmur. 1806-12-ci illər Rus-Osmanlı müharibəsinin nəticəsində də 1812-ci ildə Buxarest sülhü imzalanır və Bessarabiya, indiki Moldovanın bir hissəsi, Bessarabiya verilir demək Rusiyaya, Çar 1-ci Aleksandrın dövründə. Dunay çayında Rus gəmilərinin üzməsinə icazə verilir. Moldova və Valaxiya bölgələri isə demək Osmanlının hakimiyyəti altında qalır. Biz Serblərin üsyan qaldırması 19-cu əsrin əvvəllərində və Yunanların Osmanlıya qarşı azadlıq mübarizəsinə 21-29-cu illərə başlaması ilə Osmanlı dövlətində vəziyyətin gərginləşdiyini görürük və 1828-29-cu illərdə də Rusiya ilə Osmanlı arasında müharibə aparılır. Təbii ki, bu müharibədə də Ruslar qələbə qazanırlar. Yunanların azadlıq mübarizəsinə qarşı İngiltərə, Fransa, Rusiya kimi dövlətlər Osmanlıdan tələb eləyirlər ki, siz Yunanlara mütləq şəkildə muxtariyyət verməlisiniz. Osmanlı da bu tələbi rədd etdiyinə görə tərəflər arasında 1827-ci ildə Navarin dəniz döyüşü baş verir. Navarin dəniz döyüşündə Osmanlı dövləti müttəfiq dövlətlər tərəfindən Rus, İngilis, Fransız və Yunan dövlətləri tərəfindən, Birləşmiş Qüvvələr tərəfindən məğlubiyyətə uğradılır və yekun nəticədə 1829-cu ildə Ədirnə sülhü imzalanır. Ədirnə sülhünə əsasən VMS yazmışıq bura. Valaxiya, Moldova və Serbiya muxtariyyət hüququ alır. Yunanistana Osmanlı müstəqillik verir və 1830-cu ildə Yunanistanı müstəqilliyini tanıyır. Boğazlardan demək ticarət gəmilərinin, Rus ticarət gəmilərinin sərbəst şəkildə keçməsinə şərait yaranmış olur. Boğazlardan Rus ticarət gəmilərinin keçməsinə şərait yaranır. Sultan II. Mahmud isə 1808-ci ildə Sultan III. Səlimdən sonra hakimiyyətə gəlmişdi, 1839-cu ilə qədər. 1826-cı ildə piyada korpusun yaradılması və yeniçərilərin tamamilə ləğv edilməsi haqqında verdiyi qanun gətirir çıxardır. Yeniçərilər bu sistemdən təbii ki, nə edəcəklər? Narazı olacaqlar, qiyam qaldıracaqlar hökumətə qarşı. II. Mahmud isə nə edir? Ümumi əsgər yığımı qaydası tətbiq edir. Heç belə radikal islahatdan yayınmır və hərbi len sistemi ki var idi, Timar-Ziyamət torpaqları paylanılırdı, hansı ki orduda xidmət edənlərə. Hərbi len sistemini, yəni Timar-Ziyamət torpaqlarının artıq paylanılması sistemini dayandırır və Timar-Ziyamət sahiblərinə isə deyir ki, mən də sizə gəlin torpaq əvəzinə bir dəfəlik kompensasiya, yəni pul, maaş kimi bir dəfəlik ödənç verirəm və 2. Mahmud eyni Çar 1-ci Aleksandr kimi Avropa nümunəsində nazirliklər açdırır. Qatışdırmırıq. Sultan II. Mahmud Avropa nümunəsində nazirliklər, Sultan 3-cü Səlim isə Avropada Osmanlı dövlətinin səfirliklərini açdırmışdı. Və Osmanlı dövlətinin 1839-76-cı illər tarixi dövrü tənzimati xeyriyyə islahatları ilə tanınır. Tənzimat sözünün mənası islahat deməkdir. Məqsəd nədir? Xalqı maarifləndirməkdən ibarətdir və konstitusiyalı dövlət quruluşu, monarxiyalı dövlət quruluşunu təmin etməkdən ibarətdir. Tənzimat islahatlarına Sultan Əbdülməcidin demək Gülxanə sarayında Gülxanə Xətti Şərifi adlı fərmanı 1839-cu ildə imzalanması ilə başladılır. Gülxanə Xətti Şərifi islahatlarına əsasən təbələrin həyat, şərəf və əmlakı qorunmağa başlanılır. Ədalətli qayda-qanun yaradılır və vergilərin yığılma qaydası nizamlanır. Həmçinin ordunun yeni qaydada toplanılması prosesinə başlanılır. Nəticələr nədir? Qanun qarşısında artıq hamı bərabər olur. Məhkəmələrin fəaliyyəti nizamlanır. Dünyəvi məktəblər yaradılır. Təhsil artıq dünyəviləşir Osmanlı dövlətində. Orta hərbi məktəblər, həmçinin ilk universitetlər formalaşdırılmış olur.
Və Yeni Osmanlılar adlı 1865-ci ildə cəmiyyət ki var idi, hansı ki onlar da konstitusiyalı monarxiya və parlament istəyirdilər. 5-ci Muradı taxtdan salan Yeni Osmanlılar nə edirlər? 2-ci Əbdülhəmidi taxta gətirirlər 1876-cı ildə və 2-ci Əbdülhəmid taxta çıxandan sonra Mithat Paşaya konstitusiyanı hazırlamaq haqqında əmr eləyir. 2-ci Əbdülhəmid Mithat Paşanın hazırladığı konstitusiyanı qəbul edir. Parlamenti də çağırır. Hətta 1876-cı ildə Osmanlı dövləti artıq monarxiya tipli yox, konstitusiyalı monarxiya tipli dövlətə çevrilir. Parlamentə seçkilər də keçirilir, deputatlar da çağırılır. Ancaq belə bir şey baş verir ki, deputatlar hökuməti tənqid etməyə başlayırlar və deyirlər ki, siz bizə hesabat verin. Görək hələ niyə biz 1877-78-ci il Rus-Osmanlı müharibəsində məğlubiyyətə uğramışıq. Sultan II. Əbdülhəmid də deyir ki, bu deputatların deyəsən elə ilk andan başları qaçdı. Ona görə də II. Əbdülhəmid nə edir? Konstitusiyanın fəaliyyətini dayandırır, parlamenti də qeyri-müəyyən müddətə buraxır. Deyir ki, yəni bu ölkə üçün konstitusiyada, parlamentdə yaramır. San Stefano müqaviləsi ki, danışmışdıq əvvəldə. San Stefano müqaviləsi 1878-ci ildə imzalanmışdı Rus-Osmanlı müharibəsinin nəticəsi olaraq. San Stefano müqaviləsi də Rusiyanın Balkanlarda mövqeyini gücləndirdiyinə görə İngiltərə, Fransa və Avstriya kimi dövlətlər bundan narazı olurlar və deyirlər ki, biz razı deyilik. Çünki Balkanlarda Rusiya mövqeyi möhkəmlənib. Ola bilər ki, Osmanlı kimi bir dövləti zəiflədiblər. Amma Balkanlarda Rusiyanın mövqeyi gücləndiyinə görə biz yeni bir müqavilə istəyirik və Osmanlı torpaqlarının bölüşdürülməsinə dair, ərazi bölüşdürülməsinə dair. Ona görə də Almaniyanın paytaxtında Berlin şəhərində 1878-ci ildə Berlin konqresi çağırılır. San Stefano müqaviləsinin şərtlərinə yenidən baxılması üçün 1878-ci ildə çağırılmış Berlin konqresində Bolqarıstan bölgəsi 3 hissəyə bölünür. Şimal hissəsi Osmanlıdan asılı olur. Şərqi Rumeli, Makedoniya və Şərqi Bəyazit torpaqları Osmanlının hakimiyyəti altında qalır. Serbiya, Rumıniya və Çernogoriya müstəqillik əldə edir. Muxtariyyət yox, müstəqillik. Qars, Ərdahan, Batum, hansı ki Rusiya bunu Almaniya ilə imzaladığı 1918-ci il 3 mart tarixli Brest-Litovsk müqaviləsinə əsasən Osmanlı dövlətinə geri qaytaracaq. Həmin torpaqlar Qars, Ərdahan, Batum Rusiyanın hakimiyyəti altına verilir. Kipr bölgəsi isə İngiltərəyə icarəyə verilir. Bosniya-Hersegovina bölgəsi isə Avstriyaya müvəqqəti olaraq verilir. Yəni bu bölgə Osmanlının hakimiyyəti altında idi. 1889-cu ildə isə Osmanlı dövlətinin tarixində hərbi tibb məktəbinin kursantları tərəfindən İttihat Tərəqqi Cəmiyyəti yaradılır. İttihat Tərəqqi Təşkilatının üzvləri özlərini gənc türklər adlandırırlar. Bəs bu gənc türklərin məqsədi nədir? Hansı ki Əbdülhəmidin ləğv etdiyi konstitusiya layihəsini yenidən bərpa etməkdir. Əbdülhəmidə ultimatum verirlər və gənc türklərin ultimatumunun nəticəsində Əbdülhəmid konstitusiyanı yenidən bərpa edir. Lakin 1908-ci ildə Makedoniyada üsyan qaldıran demək gənc türklərin üsyanının nəticəsində demək 2-ci Əbdülhəmid 1909-cu ildə ordu hissələrinin gənc türklər tərəfindən ələ alınmasından sonra taxtdan salınır və 5-ci Mehmet Rəşad taxta çıxır. 1909-1918-ci illərdə hakimiyyətdə olur 5-ci Mehmet Rəşadda. Biz Osmanlı dövlətində 20-ci əsrin əvvəllərində bir çox müharibə görəcək. Bunlardan biri Trablis müharibəsidir 1911-12-ci illərdə. Osmanlı bu müharibəni İtaliya ilə aparır və Afrikadakı sonuncu Osmanlı mülkü olan Liviya bölgəsi itirilir, yəni keçir İtaliyanın hakimiyyəti altına. Yəni Trablis müharibəsində qısaca Osmanlı məğlub olur, Afrikadakı torpaqlarını itirir. Balkan müharibələrinin başlanmasına səbəb isə Balkan İttifaqının 1912-ci ildə 4 dövlət tərəfindən Bolqarıstan, Serbiya, Yunanistan və Çernogoriya, yəni Çernogoriyada indiki Montenegro ərazisidir. Bu 4 dövlətin Balkan İttifaqını təşkil etməsindən sonra 1-ci Balkan müharibəsi 1912-13-cü illərdə baş verir. 1-ci Balkan müharibəsində Osmanlı dövləti məğlubiyyətə uğrayır Balkan dövlətləri tərəfindən və London sülhünün 1913-cü ildə imzalanması ilə 1-ci Balkan müharibəsi başa çatmış olur. Əsasən 1-ci Balkan müharibəsində Osmanlı İstanbulun Avropa hissəsi, yəni Şərqi Frakiya bölgəsi istisna olmaqla Avropadakı bütün torpaqlarını itirir, Ədirnəni də itirir. Hətta itirdiyi torpaqlar hesabına indi Balkan yarımadasında mövcud olan Albaniya knyazlığı yaradılmış olur. 1913-cü ildə isə 2-ci Balkan müharibəsi baş verir. Bu müharibədə isə Makedoniya uğrunda Bolqarıstanla Yunanistan bir-biri ilə rəqabətə başlayır. Bolqarıstan deyir ki, Makedoniya mənimdir, Yunanistan deyir ki, Makedoniya mənimdir. Bolqarıstan birinci başlayır Serbiya ilə Yunanistana müharibə elan edir. Osmanlı
Osmanlı da götürür Bolqarıstana müharibə elan edir. Yəni Osmanlı fürsətdən istifadə edir ki, 1-ci Balkan müharibəsində itirdiyi torpaqları geri qaytarsın və Ədirnə ətrafı bölgələri Osmanlı geri qaytarmağı bacarır. Hətta 1913-cü ildə Bolqarıstanın məğlub edilməsinə dair 2-ci Buxarest sülh müqaviləsi imzalanır və beləliklə Balkan müharibələri də Osmanlı üçün başa çatmış olur 20-ci əsrin əvvəllərində. Demək, 1-ci Buxarest müqaviləsi 1812-ci ildə Rusiya ilə Osmanlı arasında imzalanmışdı. 2-ci Buxarest müqaviləsi isə 1913-cü ildə Osmanlı ilə Balkan dövlətləri arasında imzalanır. Belə hörmətli abituriyentlər, Osmanlı, Rusiya və Şimali Qafqaz xalqlarının 19-20-ci əsr tarixindən danışmağımız bu qədər. Növbəti videolarda görüşənədək kanala abunə olub videoyu bəyənməyi, şərh yazmağı unutmayaq. Sağ olun, salamat qalın.